Hər kəsə yeni bir vlogdan salam qızlar. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Hər birinizin keyfi əhvalı yerindədir. Günləri istədim ki, yeni bir vlog başlayayım. Ağlımda neçə vaxt olan bir video vardı. Hansı ki, mənimlə bir gün vloqum. Səhərdən axşama qədər nə iş görürəmsə, nə edirəmsə, bugün onun vloqunu hazırlayıram sizlər üçün. İnşallah ki, maraqlı olar. Və qızlar, kanala abunə olmağı, videonu bəyənməyi və yorumlarda fikirlərinizi yazmağı unutmayın. İnşallah. Keçən vlogda dediyim kimi qızlar, may ayına qədər 5000 abunə olsaq, 5 izləyicimə hədiyyəm olacaq. Bu yarışmanın qalibləri yorumlardan seçiləcək. Yoxdur, hansı videonun yorumları olsa. Belə qızlar, yorumları yazmağı unutmayın. Nəsə keçirəm artıq. Yəni hər şey olduğu kimidir. Çox adam deyirdi ki, mənə elə olduğu kimi göstər. Ona görə baxın, yəni naharımızı falan yemişik. Buralar bütün belə darmadağınıqdır. İndi sizi qoyuram sürətli rejimə və mən keçirəm buraları yığışdırmağa. Qızlar, orada da yeni qonşularımız ev tikirlər. Bunlar bizim evin içi görsəndiyi üçün hələ ki bura pərdə almamışıq. Bu arada onunla da maraqlanırıq. İnşallah bu yaxınlarda görək. İndi orada sular işləyir və mən bu piləkəni çıxanda tez qaça-qaça çıxıram ki, yəni bura baxmasınlar, yəni görməsinlər. Nəysə qızlar, bütün yəni buralar belə darmadağınıqdır. Buralar bir evdə yığışdıracaq. Burada nəyə görə çıxdım? Üst geyimi götürüm, sonra düşüm aşağıya, aşağıları yığışdıraq, sonra buraları yığışdıracaq. Buralar falan belə yığışdırdım. İndi sən eləmək istəyirəm. Bu xaladenin üstü falan belə əl ləkəsi olub. O qədər də yox. O qədər. Bunda ləkə yox imiş. Nəsə səhv saldıq. Burada gördüyünüz kimi ləkələr var qızlar. İndi istəyirəm ki, onları ceyran dərisilə falan siləm. Hətta soyuducunun üstündən bir qat keçim. Sonra qalır yerləri falan bir soslanmaq. Mətbəxlə demək olar ki, işim qutarır. Əslində qızlar, istəyirəm bugün buranın pəncərələrini də silim. Çünki belə kameradan o qədər görsənmir. Amma ki, yəni əməli başda kirlənib buralarda belə görürsünüz, biraz görsəniz. Uşaqların əl izləri falan var. Onları da silək, təmizləyək. Buraları normal... Niyə danışa bilmirəm? Buraları normalda qızlar nə müsafirliklərdə silirəm. Sadəcə olaraq bitdiyi üçün ceyran dərsi ilə silirəm. İndi isə qızlar, bu dərili əlimdəykən, gəlin bu güzgünü də siləyim. Yəni uşaqlara tapşırmama baxmayaraq yenə də batırılır. Amma ki, yenə sağ olsunlar, biraz gec-gec batırırlar, yəni haqlarını yeməyək. İndi isə qızlar, bunda da o qədər ləkə yoxdur, əllərini vurmayıblar. Sadəcə şüşənin üstü tozdur. Buralarını həmişə toztaranla edirəm, tozlarını götürürəm. Bunda bir mənfi cəhəti qızlar, belə xırda-xırda olmaqdır. Bütöv güzgü olanda yəni rahat olur. Bir dəfə belə-belə silirsən gedir, amma bunda hər damanı ayrı-ayrı silmək lazımdır. Lakin işinə görə dəyər yəni. Məndə bir də bilsiz necə xasiyyət var qızlar. Əsas odur ki, görünüşü yaxşı olsun. Yəni təmizliyi baxımından çətin olsa da, baxımı çətin olsa da, görünüşü yaxşı olsun, o qədər problem olmur. Yaxşı bir şey deyil, insan öz rahatsızlığını fikirləşməlidir həmişə. Yəni rahatsızlığı üçün nəsə eləməlidir. Sadəcə olaraq, məndə də belədir. Və qızlar, indi isə bu qapının halını göstərim sizə. Yəni görürsünüz, 4 oğlan uşağı, ağ qapı, ağ ev hala düşməsində nəyə düşsün yəni. Buraları da belə sileyim, təmizləyim. Hatta qızlar, o divarları falan da ləkəliyiblər. İndi gətirib onları da belə şamponlayım, təmizləyim. Bu təmizləndi. İndi onun iç hissəsini içəri hamam yığışlarında siləcəm. Hamam silir. Yəni qarı olduqları üçün əlin izi belə qalır yəni bunların üstündə. İndi bu əskini təzdən yığım gətirim, bu divarları da təmizləyim. Baxın qızlar, rəngini ancaq bu qədər aça bildim. Kameradan biraz üstün düşür, amma o qədər də belə dəhşətli bilinmir, bayaq kimi. Buralarda falan da belə ləkələr var, hətta oradan belə görsənir. İndi buraları da yuyum, təmizləyim hamısını. Da buralarda da var. Baxın deyə orada. Bunları silim, təmizləyim hamısını. Sonra açım kameramı.
qoydum hazırlığa. Bir dənə buranın vəziyyətinə baxın hələ. Əməlli başdı, yəni göl olub. Halbuki buralar qıraqlıq idi. Bütün hər tərəf. Yəni dəhşət həqiqətən. Bütün oralara qədər gedir su. Bizim evimiz dikdə olduğu üçün, yəni bu qədər belə dəhşətli sular yoxdur. Sadəcə olaraq məhəlləmizdə biraz su var idi bizə gedən yolda. Ondan qalan yəni belə göl falan yaranmamışdı. Bir də ki, burası suydu, buradan keçmək olmurdu. İndi burada qıraqda daşlar var. Daşların üstündən belə gedib gəlirik. Rayondakı tanışlar dilə bilirlər ki, filan kəs Bakıda yaşayır, bəxtəvər başına kef eləyir. Qədər demirlər ki, buranın kənddə bir fərqi yoxdur. Bu arada mən və möhtəşəm şahəsəri gölüyor. Ay Allah. Qızlar, və yenə gəldim evə. Bu divarların halı kameradan dəhşət pisliyində görsənir, amma canlıda yəni o qədər də bilinmir. Bunları təmizləməliyəm, bu şüşəni falan, kafeli falan silməliyəm. Əlavə olaraq da yenə də bu divarı belə silməliyəm. Bütün hamısı belə ləkə-ləkə olub. Nəysə, bu işlərimi də eləyim. Daha doğrusu divarları falan belə təmizləyim. Sonrası gəlirəm. Bu arada buraları falan belə təmizlədim, hamısı getdi. Buralar falan da belə təmizləndi. Orada bir dənə ləkə var, o da ki, biz sinə ilə keçirik qızlar. Bir dəfə oğlum adı karnaş oranı yazmışdı. Mən isə onu götürdüm, acı ilə falan belə sürtməyə çalışdım. Amma sən demə onun asant yolu var imiş. Ayda pozanla silsəydim gedərdi. Sadəcə onu sildim, sürtdüm, lap da dərinləşdi. Artıq getmir. Amma ondan sonra başqa yerləri yazmışdı, sadə karnaşla pozanla elədim. Yəni onlar çox rahat getdi. Yəni onu da bilmədiyim üçün elə oldu. İndi o ləkə də getmir, oradan elə qalıb. Bu hissə bitdi. Sonra isə o hissəni təmizlədim. Bayaqlar burada ləkələr var idi. Zalda da bir-iki xırda ləkələr vardı. Onları da sildim. Sadəcə olaraq bu epqalar nəsə gözümə belə ləkəli gəlir. O Instagramda bir dənə akım var. Yapay zeka ilə düzəldilər, evə bütün belə köpük basır. Yəni indi bu onu eləmək istədim. Sadəcə olaraq yer laminatdır. Kafir olsa deyəkin ki, mütləq onu eləyərdim. Bütün belə divarları belə şotqalayardım. Bir gün sırf lepqalar üçün vaxt ayıracağam. Çünki bunlara belə girirsəm, bu lepqaların hamısına düz tozunu falan alıram. Sadəcə olaraq acı ilə belə təmizləməyi deyirəm. Yəni axşama qədər buradayam və olması işlərim də çoxdur. İndi isə keçirəm belə buraları səliqəyə salmağa. Və beləliklə qızlar, buralar tamamlandı. Biz burada oturmuruq. Yəni necə? Gündüz oturmuruq, sadəcə olaraq axşamlar otururuq, o da biraz. Yəni o qədər də bura tökülüb dağılmır. Hər şey demək olar ki, olduğu kimi qalır. Bir dənə bu divan belə səliqəyə salıram. Nəysə, aşağıda bir dənə işim qaldı. Yerləri falan tozlanmaq. Bir də ki, aşağı hamamı səliqəyə salmaq. Sularımız kəsilmişdi deyə qızlar, ona görə belə bura su ehtiyatı qoymuşuq. Amma ki, nə yaxşı ki, çox kəsilmədi. Mən dedim birdən bir gün, 2 gün suyumuz gəlməz. Bakımız da yoxdur. Ona görə narahat idim, amma axşamdan gün ortaya qədər suyumuz kəsilmişdi, sonra gəldi. Keçirəm buralara, hətta buralara keçməmişdən qabaq artıq gedib oğlumu götürməliyim hazırlıqdan, məktəbə qoymalıyam, sonrası evə gəlməliyim. Burada isə belə ömrünü fəda eləmiş bir masalkamız. Təmizlik safetkam bitdiyi üçün, yəni belə əl sabunu ilə yuyuram. Hətta gəlib təmizlik safeti sifariş eləmişəm. Yolda gəlsəydi. Bu arada buranı ilk dəfədir ki, belə şampunlayıram. Normalda buranı belə nəm safetka ilə ya əski ilə falan belə silirəm. Və buralarda belə tərtəmiz oldu. Bütün hər tərəfi yudum, yerinə falan. Bir də belə xırda sular var, onları da quruyacaq. İndi gedirik bu şüşəni silməyə. Pəncərənin içəri hissəsini silməyə. Bunu da yəni nə qədər tez-tez silsəm, burada bir dənə qəşəng 5 barmaq var, baxın. 5 barmaq da deyil hətta o. Deyin görüm. Saya bilmədim. Neçə barmaq da Allah bilir. Nəysə, indi buraları belə bütün qəşənglər, uşaqların şahəsərlərdir bunlar. İndi bunların hamısını silirəm. O şüşələri silə-silə belə gəldim, çıxdım yuxarı. Əslində aşağıda işlərimi demək olar ki, qurtarmışam. Bir dənə yeri tozlanmaq, bir də kafirə silmək qalır. İndi isə istəyirəm ki, bunları buradan götürüm. Və bura əslində batıq deyil. Buranı batırmayıblar, bura təmizdir. Bunları götürüm. Sonrası otaqları falan belə hamısını yer-yığış eləyim. Belə bütün hər tərəfi. Aşağıdan tozlanaraq çıxaram belə yuxarıya. Yenə də bir əlim tozlaram, bir əlim don qulpu. Burada tozlaran çox əziyyətlidir qızlar. Belə bu pilləkənlər tozlanmaq üçün. Bu mərmərli ləkələri bilsiniz nə ilə kəsidir qızlar. Aboy kleyinin ləkəsi düşmüşdü. Sonra sildim, təmizlədim, amma yenə də elə ki, hop-hop mərmərin üzünə yanlar getmir. Və buranın pastelini dəyişək. Burada təzə tikilən evi göstərirəm, ustalar burada yoxkən. Belə başlayıblar bura tikmək. İnşallah sağ-salamat tikib götürsünlər. İndi onlar üçün maraqlı proseslərdir.
Yəni tikilmək o qədər də maraqlı deyil. Yəni təmir məsələsi biraz maraqlıdır. Buranı da səliqəyə saldıq, bitirdik. İndi qaldı burada ütülənəsi paltarlar. Bir də ki qızlar bunlar qaldı. İndi bunları da atırıq maşına yuyulur. O dəsmalda biraz nəmdara qoymuşam, qurusun. Belə. Bu arada qızlar bu yataq dəstini bura çox yaraşdırıram. Düzdür, otağa biraz rəng qatmır, amma ki bu halı daha çox xoşuma gəlir. Daha çox Pinterest havası verir. Düz o paltarları orada belə görməsək. Qəşəng görsənir. Hətta orada güzgüdə duranda arxa fonu daha qəşəng, daha açıq, səliqəli görsənir. Bunları burada iş üstünde tutmuşam. Ah, bir şey nəsə tutub. Hanı, vay. Suç üstü. Bunlar da bu arada barışıblar. Kesin sefer yalvarırdı. Deyin görək nə tutub o. Maraqlı gəldi. Nəsə yeyir. Piş 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 piş. Tuttum səni. Hani sən? Ne yiyirsən? Ah, bu bozun heç xəbəri yoxdur da heç söhbətdən. Boz bu məsələyə qarışmır. Yəqin ki, gəlsin tutublar bir dənə. Bozun elə bir ki, ürəyi istəyir, amma özünün günahı batırmaq istəmir. Oturub orada. Baxır ona. Can, içini bilmir. İçini bilmir. Nene, mən sən toyğun tərisindən verirəm. Nene, pis olma, sən də ona verməz. Qoy yesin, nene. Bugünün sabaha da var. Boz bir şey tutub bu quşu. Barışıq hədiyyəsi olaraq ağa verib. Ona görən də özü yemir. Görsün nə centilmen oğlandır. Və beləliklə qızlar, otaqları da yığışdırdım. Qaldı bir dənə yerləri falan tozlamaq. İndi aşağını eləyim, sonrası çıxırıq buraları eləməyə. Bu evdən çıxmaqlar məni öldürdü. Yəni gün ərzində həftə içəyə hazırlığa birini apar, o birisini gətir, sonra o birisini apar, birinə götür, məktəbə qoy, məktəbdən gətir. Hər asfalan istəbəd evdən çıxıb gəlmişəm, artıq yoruldum. Və işlərim də bu arada buralar falan da belə tozlanmadım. Yəni qalır o ünvanlikin içindəki qabları həll eləməliyəm, aşağıda bir bu kafeleri həll eləməliyəm. Səhərdən bu kafedə silməliyəm demişəm, hələ də silə bilməmişəm, 100 saat gün ortada. Gün ortadan da keçib hətta. İndi isə bir dənə qalır yuxarıları tozlanmaq, ondan sonra aşağı düşüb kafeleri də həll edirəm. Sonra isə buranın pəncərəsini də silirəm. Bir də arxa planda dağınıqlığı görürsünüz, oraları da səliqəyə salıram. İşim bitir. Yox, bitmir. Çünki qapının ağzında silinməli, yuyulmalı olan yerlər var. Bütün həyəti yumayacağım. Sadəcə bir yerdir. Oranı da təmizləməliyəm. Ayaqqabılar var. Onları da yığışdırmalıyam oradan. Və qızlar, uşaqlar da orada fikir verməyin, həyətdə oynayırlar. İndi isə belə paltarlar da bitdi. Ütülədim onları da asım yerine. İndi sizə nə göstərim, nə almışam. Yəni çoxdandır istədiyim bir şey idi. Yəni fikirləşirdim belə bir şeylər almaq. Hətta bunu short videoda paylaşmışdım qızlar üzərimdə. İndi bu vlogu da əlavə edərəm. Baxarsınız. Çox gözəldir, həqiqətən tam belə istədiyim kimidir. Və hətta tam bu tip yox, indi bura videosunu qoyaram sizə ki, bundan başqa bir model də var, onu da almaq istəyirəm. Hətta ola bilər ki, bundan başqa 2 model də belə aldım. Buna da çox həqiqətən o qədər bayıldım ki, siz türkdə danışır, amma həqiqətən də bayıldım qızlar. Yəni dəhşət, bunu görəndə, geyinəndə o qədər sevinirdim ki, sanki belə içində uşaq belə sevinirdi, yəni dəhşət. Hətta danışanda da belə sevinirəm. Yəni çox gözəldir həqiqətən. Qızlar, Instagramda bir səhifə var, oradan almışdım.
Mənim yoldaşım çox güvənmir Instagram səhifəsinə. O da niyə görə? Bir dəfə mən bir səhifə var idi, güya paltar tikirdi. 20 manat idi bir dənə don. Nəysə mən də ona pul atdım. Dedim ki, bu dondan istəyirəm də, sifariş vermək istəyirəm. O bu pulu atdım, ondan səs çıxmadı. Yəni atdılar bizə. Sonra isə yoldaşımın inamı qalmadı. Yəni Instagramdan nəyisə almağa. Bunu da güclə xanıma demişəm ki, bəs yoldaşımın güvəni yoxdur da, yəni Instagramdan almağa. Amma bu paltardan sonra ürəyim də gedir. Yəni bunun videosunu görəndə o qədər sevinmişdim ki, bu hətta qızlar üçlü dəsti bir belədir. Yəni üstünün hicabıdır. Bir belə üstündən atmağa tam belə başa düşmək olmur. Paltar o qədər cümlüdür ki, bir belə üstünün belə bir şeydir üstündən atılan pelerin deyim də, yəni türk dilində yenə də. Bir dənə də ki altının belə donudur. Yarasa qol donudur. Yəni üçlü dəsti. Nəysə harda qalmışdım? Aha, xanıma dedim ki, bəs olar ki, mən sizə 20 manat beh atım. Yəni başımıza belə bir şey gəlib də, yoldaşım inanmır. Dedi, problem yoxdur olar. 50% istəyirlər ödənişi. Nəysə atmışam indi ta ki bu paltar gəlib mənə çıxana qədər yoldaşım mənə deyinirdi ki, bax göndər deyir. Pulun batsa deyir sənə də bir də pul verməyəcəm. Heç nə almayacaqsan. Yəni güclə qorxa. Düz mən o xanımın səhifəsinə baxmışdım. Başqa tanınmışlar da ondan almışdı. Yəni bilirdim ki, yaxşı olacaq da bu səfər. Amma yoldaşım mən o qədər qorxuzdu ki, yəni bu paltar mənə gəlib çıxana qədər o qədər stres keçirtdim ki, birdən də həqiqətən də atarlar. Yəni gətirməzlər, paltar göndərməzlər. Tam paltarlar işim bitmişdi demişdim ki, burada belə bir səbət paltar var. İndi bunları aparıb sərməliyəm. Quruyan paltarları yığmalıyam, onları qatlamalıyam. Həm bu səbətlə, həm də ki bu tostarandan aşağı düşməliyəm. Ona görə telefonu qoyuruq yerə. İki əlimizdə işə düşür. Biri bunu, biri də bunu götürür. Bu da o qədər ağırdır ki, bunlar əslində qurumayıb qızlar, yəni tam qurumayıblar. Azca da olsa nömrələri var. Və burada bir dolu səbət sərilməli paltarım var. İndi gəl bunları bura yerləşdir. Belə yerləşdi. Biraz da boş yerimiz qaldı. Sadəcə olaraq bunlar qaldı. Bizim yəni sol prosesine qaldı. Onları istəyirəm. Burada paltarlar atmışam. İndi onları seçib ayıracağım. Ki hansı yaşlı, hansı qurudu. Biraz atapeniyə, biraz oraya, biraz bura. Yavaş-yavaş qurulacaq. Problem yoxdur. İndi isə qızlar bunu istəyirəm ki, biləkən atım. Burada belə arxeoloji qazıntılar gedir. Nəsə qızılca da axtarıb tapmağa çalışırlar. Oraları da yaxışdırmalıyım, bax. Buraları tamamlandı qızlar. Yəni kaş ki bura həmişə belə qalsa, batmasa. Həmişə yox, heç olmasa 2 gün ən azı belə qalsa. Amma ki indi silmişəm. Şamaca hazırdır bu. Axşam yox, hətta 1 saatdan sonra. Bunlar yuxarı qalxmalıdır. Yuxarı çıxanda aparacam bir dəfəlik. Yəni çıx, düş məni haldan salır. Döyüş silahımızı götürdük və çox gözəl, çox qəşəng. Bunun ağzı batıqdır. Baxın buralar. Bilmirəm, bəlkə yudum oralarda. Dayana bilmədim. Deyəcəkdim ki, oraları yumayacaqdım əslində. Fikrim var ki, bir dənə buraları yuyum. Baxarıq, ora baxarıq, bilmirəm hələ. Buralar tamamdır qızlar, hər tərəfi yudum, buraları da yudum. İndi qalıb bir dənə buralar. Buralarda əslində yumaq fikrim yox idi. Bir yandan ürəyim qaşınır ki, yox, oraları təmizdə. Of. Amma ki, belə havada həyəti yumaq, suyun oynamaq o qədər yaxşıdır ki, yəni mənə terapi kimi gəlir. Az qalır, az qalır. Buralara baxan hələ. Dəqiqə tam yaxınlaşın, görsünüz. Yəni bəyəkki hara, indiki hara. Yəni tam təmiz olanda daha qəşəng görsən. Və qızlar, həyətdə işimiz bitdi. Bütün gördüyünüz kimi aralar falan hər tərəf tərtəmiz oldu. İndi isə mən möhtəşəm silahımla dağlı qarlar aşaraq, çox ellər dolaşaraq. Ay, neysə. Gedirəm evə. Evə girməyə də qorxuram. Görəylə uşaqlar evinə günə qoyublar, Allah bilir. Gördüm ki, bunları düzüflər. Mən də bunları nə üçün yığmışam? Qızlar, bu yoğurtun qablarıdır. Bunları yığmışam ki, desert falan hazırlayaram. Hansı ki, o qırmızı tort hazırlamışdım, onun desert formasını. Mən də elə bilirəm, bunlardan belə o qədər çox deyil. Sən Allah, görün hələ burada nə qədər var. Nə qədər yığmışam sən demə. Neysə, çayın altını yandıraq, bir stəkan çay içeyim. Bir dənə qaldı bu pəncərəni silmədiyim. Yəni bu da qalsın, çünki həyəti yumağın planı keçdi bunun qabağına. Ona görə bu bugünlük qaldı. Yəni ki, sabaha falan vaxt eləsin, bunu belə silərəm.
Buradan bir dənə özümüzə çaşka götürək. Amma onlar balacadır, məni doydurmaz bu dəqiqə. Ona görə bu vedrəni götürürüm. Və nəhayət ki, çayım və mən qovuşduq sonunda. Ay Allah, nə istəyirlər. Çayımı içim, axşama o qədər də belə dəhşətli yemək hazırlamayacağam. Çünki yoldaşım axşam şam yeməyinə evdə olmayacaq. Ona görə o da evdə olmayanda mənim o qədər də həvəsim olmur yemək yeməyə. Bilmirəm niyə görə, bu xasiyyət məndə niyə görə var. Çünki yaranıb bu xasiyyət məndə. Makaron hazırlayacağım. Ki, çoxdan eləmirəm. Uşaqlar üçün də ki, mənim sevimli yeməyimizdir, demeliyim. Qızlar, indi buraların halına belə fikir verməyin, amma ki, makaronun üstü üçün belə bir sos düzəltdim, bunu da özümdən kəşf elədim. Burada deməli kalbasadır, sonrası turşu pomidordur, sarımsaqdır, belə ki, qaymaqdır, İran qaymağı bir yana qatmışam. İndi bunun altını söndürürəm, qatıram. Burada hazırlanan spagettiyə. İyi dəhşət gözəl gəlir qızlar, məncə dadı da qəşəng olar. Qızlar, yeməyimizin də son halı belə görsənir. Və beləliklə qədər vlogumu burada sonlandırıram. Xorultu sədaları altında, yəni uşaqlar burada yatıblar, divanlarında xorulduyurlar. Kanala abunə olmağı, videonu bəyənməyi və yorumlarda fikirlərinizi yazmağı unutmayın. Özünüzə yaxşı baxın qızlar. Hələlik.